Sizi 30-cu yubiley Bakı Enerji Həftəsinə həsr olmuş mətbuat konfransında görməyə çox şadıq. Mən fürsətdən istifadə edərək bu müddət ərzində bizə əvəzsiz dəstək göstərən Azərbaycan Respublikası Energetika Nazirliyinə və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a öz təşəkkürümü bildirirəm. Azərbaycan bildiyiniz kimi hər zaman enerji sahəsində köprülər yaradan ölkə olub. Necə ki, Azərbaycanın liderliyi ilə neft və qaz sahəsində regionları birləşdirən strateji layihələr icra edilib. Bu baxımdan 3 böyük tədbiri özündə birləşdirən Bakı Enerji Həftəsi nailiyyətləri nümayiş etdirmək üçün mötəbər platformadır. Bu il əlbəttə ki, daha tədbirin həyatında önəmli bir hadisədir. 30 illik yubileydir artıq və SOCAR artıq deyə bilərik ki, baş tərəfdaş olaraq artıq 4-cü 10 illiyinə qədəm qoyuruq bu əməkdaşlığın. Bu da bizim üçün də vacib bir uğurdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgilərin açılış mərasimində mütəmadi iştirakı tədbirin yüksək statusunu və önəmli olduğunu vurğulayır. Bakı Enerji Forumun əsas məqsədi xarici dövlətlərdən dəvət olunan qonaqları bir araya gətirərək enerji sahəsinin liderlərini və əsas oyunçularını burada toplayaraq fikir mübadilələri, dialoqların aparılması üçün unikal bir platformadır. Məlumat vermək istərdim ki, 2-4 iyun tarixlərində Bakı Expo mərkəzində 22-ci Xəzər Beynəlxalq Nəqliyyat Tranzit və Logistika sərgisi təşkil ediləcəkdir.